Gedirik bu dəfə 4-cü hissəni çəkməyə. Yolumuzu da sizə göstərim. Görün necə asfalt, metlaq yolumuz var. Hal-hazırda hardan keçəcəyimi bilmirəm. Baxın, qalmışam burada. Necə keçəcəm bilmirəm. Nəysə, keçdim. Qarlı dağlar açdım əməlli başda. David qum töküb qapının ağzına. Görək nə var. Necə keçəcəm indi buradan. Sağ olun. Necə David bəy? Nə işiyorsunuz? Nəyin təkəridir? Növbəti bazarlığımız dostlar qum, sement, David. Qum, sement. Bu bilmirəm nədir? Bu nədir? Bu nədir David? Bu nədir? Kanalizasiya kalotu və belə bir şeylər bilmirəm. Bunlar nədir? Bunlar. Hamısı bunlar. Hamısına bir yerdə büdcəmizdən getdi 500 manat. Yerdə nə qaldı? Yerdə nə qaldı? Eştat. Allah xeyir versin. Bu qumla sementlə dostlar barılar suvanmalıdır. İnşallah çatar. Mən də nəyə gəlmişəm? Hər yerə dolaşmaq. Yalan deyil, kömək edir. Evə giriş etdim. Evimizin bugünkü vəziyyətini göstərirəm sizə. Buranın polu vurulub. Çox şükür. Buralar hələ olduğu kimidir. Bu bir yataq otağın polu vurulub. Digər yataq otağında polu vurulub. Çox şükür pollar vuruldu. Amma buralara nə edəcəklər hələ məlumatsızam. Məncə hələ bura geçdi. Ustalarımız artıq gəlib, işə başlayıblar. Qonaq otağının, yataq otağının bir dənəsi, bir də mətbəxin suvaq işi demək olar ki, görülüb. Mətbəxdə çox az hissələr qalıb, orada bitmək üzrədir. Ötən videolarımda olduğu kimi bu videoda da sizdən çox gözəl yorumlar, bəyənilər gözləyirəm dostlar. Yaxşı ki varsınız. Hər birinizə təşəkkür edirik. Əziz, dəyərli izləyicilərimiz. Ötən videolarımızda biraz qorxuducu yorumlar da yazmışdınız. Daha gözəl yorumlar da yazmışdınız. Hər birisi üçün sizə təşəkkür edirəm. Var olasınız. Qapımızın açarı yadımızdan çıxıb dostlar. Keçib içərdən açıb içərdən bağlamışıq bugün. Yavaş, yavaş. Happy birthday to you. Happy birthday, happy birthday. Ad günü mübarək Müzahir. Muzaffer. Yay!